Hələ mən tez iki demirəm. Yoldaş Zeynalov, tez iki. Arvadındır. Xeyr canım, nə arvadım? İtdi, tanış itdi, qonşunun itidir. İt? Bəli, it. İtin bu işə nə daxlı var? Daxlı var yoldaş Zeynalov. Bağışlayın, utanıram sizə də deməyə. Həmən o qonşunun iti divarı o tərəfində. Ayağını balaca qaldırıb... Ayağı salaş ayıbdır. O məsələni eləyəndə, divarın bu tərəfində mənim evim nəm olur? Bəli. Evdə də bilirsiniz də arvad var, uşaq var. Arvadın özü də allergiyadır, xəstədir. Həmən iyi burnuna dəyən kimi arvad səpir bir təhər olur. Onda biz elə üçün apşesini bir tuvalet tikdirərik. Keşke unitazlar qoyarıq. Yox, zəhmət çəkmək, otel lazım deyil. Xeyr, sizə deyən yoxdur ki, tuvalet için. Elə bircə mənim evimi təmir edin, qutarsın geçsin. Təmir? Bəli. Deyəsən, sən ağlı bitirmişsən axı. Mənə bax, başıma papaq qoyursan. Bəli, qoyuram. Hərdən şilafada qoyuram. Başımın razmeri də 59-dur. 59. Başımın razmerini demirəm. Deyirəm, yəni bir qıryatın var sənin, o papaqdan danışıram. Ada bir küçü iti səni gecəliyib, sən də gəlib düşmüsən şəkin üstünə. Yoldaş Zeynalov, bu nə söhbətdir? Xahiş edirəm, sözlərinizə diqqət yetirin. Mənim namusum da var, qeyriyyatım da var. Bəli. Namusum var, qıryatım var. 2 dənə də institut qutarmışam. Neyniyim, gəl min boynuma. Saxla da, 2 dənə institut bitirmişəm, istəyirsən la 4'üm bitir. Fondumda pul yoxdur, evi remont eləyə bilməyəcəm. Çıx bayra get, başını doktora göstər. Tuzik belə gəldi, nə bilim, Tuzik belə getdi. Doktora neyi göstərirəm yoldaş Zeynalov? Xahiş edirəm artıq dərəcədə, heç olmasa evimin bir divarını təmir eləyin. Yoxdur. Onda mən sizdən şikayət edəcəm. Ged arası Vicdanım haqqı baxası şikayət edəcəm. Bax, mən edəcəm, görərsin. Onsuz da evi sökürlər bir-iki ilə sənə kvartirə verəcəklər. Onu eşitmişəm yoldaş Zeynalov, çoxdan eşitmişəm alacağım. Neylə, eyb yoxdur, vaxtınızı almaq istəmirəm. Heç olmasa xahiş edirəm, o tez əncam eləyəsiniz, Eləyərik, eyb yox. Çağırıram onu, oturub kabinetə söhbət eləyərik, darıxma. Çox sağ olun. Kimi? İti çağırırsınız? Hə də, iti. Tezik itdi. İti də? Tezik. Ala, məni sən lap gic eləmişsən. Tezkin Xozeyi ilə danışacağım.